Hər vaxtınız xeyir əziz izləyicilər. Bugün sizlərə BeamNinja Drive-ın kanalın ikinci videosu olmaqla yeni bir babat bir konseptlə qarşınızdayıq. Danışmağı yaddan çıxartdım. Bugünkü konseptimiz maşının qəza etdik zaman, məsəl üçün qəza etdim, deyək ki, maşını vurdum. Maşın köhnədən daha yeniyə, level 1, level 100 olaraq bir video çəkməyi düşünürəm. Gedək görək də, yəni bu gün nə olacaq? Məsələn, bu maşının motoru neçə motordur bu? Baxaq. Maşın motoru göstərmir. Böyük ehtimal 1.3 motordur bunun üzərində. Yəni Miramar. Nəysə, PUBG vaxtlarım yadıma düşdü. Heyf. Gedək. Maşın 30-cu sürətdə ikinci skorsu atmaq nədir də yəni? Hə, bu dəhşət bir şey, amma qəşəng də gedir. ABS-i var. Yoxdur. Yoxlamağa bak, ABS-i var. Şak. Hə, cəmaatın maşınına var bir dənə. Cəmaatın maşınına da bu Dodge Mustang'dır. Amma bu tərəfə getmirəm. Dayan görüm. Cəmaat götürür maşını ilə hoqqa verir. Çıxır şəhərdə fırlanır. Mənim sürdüyüm maşın budur. Həb yox, həb yox. Yəni uzaq başı qəza eləməsən də random maşın seçmə haqqını işlədə qəza deyil, bu sürtünmədir. Random maşın deyə bir şey var. Random maşın atır, köhnələrindən seçəcəm. Göşə, yəni buradan sürət limiti 40-dır, mənim getdiyim sürətə bax. Orada Baba. Niyə də, niyə? Hal-hazırda Ibushi model adlı Ibushi Covet 2 motora keçdi. Həminki maşın bayaqki maşın 1.5 idi, ona baxdım. Bu maşının getməyi var. Of, bunda heç olmasa ABS var. O birisi ilə olsaydı, yəni salamat çıxmazdı. İndən maşında razval var. Bura haradır ümumiyyətcə? Bura turbo vur vapşı. Göründüğü ben de varacağım. Mən bunu qəzadan sayıram. Deməyin də, yəni sonrakı niyə belə elədin? Olsa deyə də bilmirsiniz. Şərhləri bağlayıram bir müddətlik. Bundan bir üst model Opel Astra modeli gəlir. Opel Astra. Yadıma o şey düşür. 2010 neçə vaxtları o 5 mərtəbənin qurğunda hoqqa verirlər ha. Başımı boruya vuracağım şimdi bak. Çox üzr istəyirəm əziz insanlar. Çox dəyərli vaxtınızı alaraq bir nəfərlə Adam öldü amına. davam edə bilərik əziz yoldaşlar. Orada nə oldu, bitdi ya. Heç kəsə dəxlisi yoxdur. Maşınımızın salonunu biraz incələyək. Speedometer var. Scores var. Arxaya baxaq. Arxa da var. Biraz qabağa eləyirik. Buradan dönürük. Navigatora belə bir sağa dönün. Sonra isə sola dönün. Yavaş yavaş. Obbo. Allah mən mənim bu turboya dəyməmiş deyəsən qurtarmayacaq bu video. Bir də buradan Güngül turbo açırıq aradakı sür. Axmağın biri axmaq gedib ki. Allah mən bura getmirdim axı. Mən bura Bundan bir üst modelimiz, maşının modeli nədir? Bruxelles Başton. Polis maşınıdır. Göşən. Qəşəng, ləzzət elədi bu. Salon da qəşəngdir. Bunun teksturalarında problem var. Arxa güzgüyə fikir verirsiniz, elə bir lipa nömrə qoyublar. 379 zat, qəşəng yazılıb. Yoxsa sürət yığmır ha maşın. Polis olarak qanunu çeynədik, gələn yoxsa gedək tez. Nə motoru var bunda?
Bu motoru da bu 3 motor idi yoxsa nə motor idi? Allah and olsun deyirəm, yəni klaviatura ilə hara qədər davam edə bilərəm, day mən bilmirəm. Yaxşı qutardıq, yaxşı qutardıq. Bu maşın da 3 motordur, lakin bunda turbo stage var, yəni yazılım da var. Of, yalnız gələn səs hamıya həyatı başa salardı yəni. Yox, bunu qəza saymıram, bu tamamilə bilinçsiz bir şəkildə oldu. Biraz salondan sürməsindən, salon da çox qaradır da, mat qaradan istifadə ediblər elə bil. Bu son level maşın olacaq, yəni axırıncı level. Salona bax. Oba. Bir də salonunu incələyək də biraz. Bunu hətta qabağına bir baxaq. Kapotunu açaq. Hazırsız əjdahanı görməyə. Oy. Bu nə dolar? Yox, bu yox. Yavaş. Əgər bu videonu bəyənirsəz, çünki mən şərhləri hələ ki aktiv edə bilməmişəm, niyə bilmirəm, bəlkə də məndən dolayı bir şeydir. Bunu da həll etməyə çalışacağım. Instagram, daha doğrusu TikTok'un Race Club Baku yazsaz görə bilərsiniz. TikTok səhifəmi də elə buradan bildirəcəm, yazacağım. Orada da yəni videoları paylaşacağım. Bu günlük bu qədər. Görüşərik. Sağ olun.